بسم الله الرحمن الرحيم اللهم أعني فيه على صيامه وقيامه وجنبني فيه من حفواته وآثامه وارزقني فيه ذكرك بدوامه بتوفیقک یا هادی المضلین. Bismillahirrahmanirrahim və bihi nəstəin. Xoş gördük sizləri, hörmətli izləyicilər. Artıq mübarək Ramazan ayının 7-ci günündəyik və bu günün inşallah duasını oxuyub, tərcümə edib və bəzi nöqtələrini sizin diqqətinizə çatdıracaq inşallah. Buyurur ki, Bismillahirrahmanirrahim. Allahumma inni fihi ala siyamihi və qiyamih və cennibni fihi min hafavatihi və athamih. Varzuqni fihi zikrike bidevamihi bitavfiqike ya hadiyel mudillin. İlahi öz köməyinlə mənə bu günün orucunu tutmaqda və yaxşı əməllər yerinə yetirməkdə kömək ol. Məni bu gün əyri yollardan və günahlardan uzaqlaşdır. Məni sənin daim yad etməkdə müvəffəq et. Ey yolunu azmışları hidayət edən. Birinci nöqtədə buyurur, Allahumma inni fihi ala siyamihi və qiyamih. İlahi öz köməyinlə mənə bu günün orucunu tutmağında kömək elə. Yəni biz oruç tutmağı sanmayaq ki, məsələn, bugün Ramazan, mübarək Ramazan ayıdır və biz də oruç tutmalıq, tuturuq. Xeyr, bunun özünə də bir növ Allah Teala tərəfindən izin lazımdır. Yəni tövfiq lazımdır ki, biz bu mübarək ayda oruç tuta bilək. Bir çox insanlar var ki, oruç tutmur və bəzi insanlar da var ki, oruç tutmaq istəyirlər, amma müəyyən səbəblərə görə oruç tuta bilmirlər və bu günün orucundan məhrum olurlar. Məsələn, mədələrində xəstəliyi var və o səbəbdən oruç tuta bilmirlər. İnşallah Allah Teala oruç tutmaq arzusunda olanlara orucluq günü, mübarək Ramazan ayının günündə oruç tutmağı nəsib etsin. İkinci nöqtədə isə buyurur və cennibni fihi min hafavatihi və athamih. Məni bu günün əyri yollarından qoru. Mənə icazə vermə ki, mən bu düz yoldan, yəni o yol ki, sən onu təyin edibsən, o yoldan kənara çıxam. Biz düz yolu Allah Teala'dan hər gün istəyirik və hər namazımızda Allah'tan istəyirik ki, ilahi bizi düz yola hidayət elə. İhdinəs sıratel mustaqim. Mübarək Ramazan ayında günah etmək bildiyimiz kimi çox böyükdür. Yəni başqa günlərə nisbətdə bu günlərdə günah etmək bir neçə qat bərabərindədir. Məsələn, başqa günlərdə biz günah etsək, bunun günahı elə bir dənə olacaq. Məsələn, yalan danışıbsansa, o bir dənə günah sayılacaq. Amma mübarək Ramazan ayında bu işi görsə, bu iş bir neçə qat bərabərindədir. Mübarək Ramazan ayında həm özümüz və həm də bütün bədən üzvlərimizi oruç saxlamalıyıq. İmam Sadiq əleyhissalamdan belə bir hədis var ki, buyurur, nə zaman oruç tutsan, qulaqların, gözlərin, hətta saçların və dərin də oruç tutmalıdır. Və oruç tutduğun gün başqa gündən, yəni oruç tutmadığın günlərdən fərqlənməlidir. Yəni bu da mübarək Ramazan ayının orucunun əhəmiyyətini göstərir. Bəs biz diqqət eləməliyik özümüzə ki, həm dilimizi, həm gözümüzü, həm qulağımızı, həm dərimizi, hətta saçlarımızı yəni oruc edək və günaha aludə olmayaq. Üçüncü nöqtədə isə buyurur, varzuqni fihi zikrəkə bidəvamih. Məni səni daim yad etməkdən müvəffəq et. Yəni biz
Allahı daimi şəkildə yad etməliyik. Daima dilimizdə Allahın zikri olmalıdır. Bu o demək deyil ki, elə məsələn həmişə Subhanallah, Subhanallah, Subhanallah deyək ya məsələn Elhamdülillah deyək. Xeyr. Bəlkə elə günahdan çəkinməklə elə bu özü də böyük bir ibadət sayılır. Ona görə də biz Allahdan istəyirik ki, ilahi bizi zikr əhlindən qərar verir. Günah etməkdə bizi yolumuzu bağla və bunun müqabilində isə bizi zikr əhlindən qərar ver. Dördüncüsü isə buyurur, bitavfiqikə ya hadiyəl mudillin. Ey yolunu azmışları hidayət edən, mənə Ramazan ayında həmişə səni xatırlamağı nəsib et və tövfiq ver. Tövfiq bildiyimiz kimi həmişə Allah tərəfindəndir. Yəni biz elə deyil ki, məsələn, hər bir işi iradə eləyək və görə bilək. Bir çox hallarda görürsən ki, bir işi görmək istəyirik, amma alınmır. Hər hansısa səbəbdən bu yaxşı işdir, amma o işi görə bilmirik. Bir maneələr çıxır qarşımıza. Ona görə biz bu maneələrin aradan getməsini Allahdan istəməliyik. Allahdan kömək istəməliyik ki, ilahi bizə tövfiq ver ki, daima sənə ibadət edə bilək. Və xüsusilə də mübarək Ramazan ayında bizə tövfiq inayət əta elə ki, günahlardan uzaq olaq və bu bərəkətli ayın bərəkətindən, ruzilərindən istifadə edə bilək. Bəli, hörmətli izləyicilər, artıq söhbətimiz başa çatdı. İnşallah gələn verilişlərdə görüşənə qədər. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.